Salam dostlar, UFC Dəmir Yumruq kanalından sizi salamlayıram. Bildiyimiz kimi Bakıda UFC gecəsi keçirildi. Bu gecədən sonra UFC haqqında məlumat olmayanlar da UFC haqqında məlumat oldu. UFC tədbiri getdikcə dünyada daha da böyüyür, izləyiciləri daha da artır. Bu kanalın da məqsədi UFC-ni daha da tanıtmaqdır. Ona görə də biz burada UFC döyüşlərini analiz edəcəyik və döyüşlər barəsində öz fikirlərimizi sizinlə çatdıracaq. Bu videoda isə UFC 317 haqqında danışacağıq. Deməli, bu həftə ayın 28-nə 29-na keçən gecə UFC gecəsi baş tutacaq. Bu gecənin əsas döyüşü İlya Topuria və Charles Oliveira arasında olacaq. Lightweight çəki divizionunda kəməri uğrunda olacaq bu döyüş və həqiqətən də çox gözlənilən və çox maraqlı bir döyüşdür. İlk öncə onu deyim ki, Lightweight çəki divizionunda çempion İslam Makhachev idi. İslam Makhachev bildirmişdi ki, əgər Belal Muhammed və Jack-Della Maddalena döyüşündə Belal Muhammed uduzarsa, o çəkisini welterweight'ə qaldıracaq və belə də etdi. Lightweight kəmərindən imtina etdi və kəmər boşda olduğu üçün İlya Topuria ilə Charles Oliveira döyüşü baş tutacaq. İlk öncə İlya Topuria haqqında danışmaq istəyirəm ki, İlya Topuria featherweight çəki dərəcəsində çempionudur. O da qərar vermişdi ki, İslam Makhachev ilə döyüşsün. Amma İslam Makhachev çəki qaldırınca o Charles Oliveira ilə döyüşəcək. İlya Topuria featherweight çəkisindən imtina elədi və lightweight çəki divizionuna qalxdı. İlya Topuria haqqında onu demək olar ki, o çəkisinin ən güclülərinə qalib gəldi. Aleksandr Volkanovski üzərində çox möhtəşəm qələbə qazandı. Daha sonra isə heç bir zaman nokaut olmayan Max Holloway'i nokaut etdi. Populyarlığı daha da artdı. Daha sonra öz gözünü daha yuxarı çəkiyə lightweight divizyonunun kəmərinə tikdi. Charles Oliveira haqqında da deyim ki, Charles Oliveira lightweight divizyonunda öz sözünü demiş idmançıdır. Son məğlubiyyətlərinə baxsaq, bu məğlubiyyətlər Arman Tsarukyan və İslam Makhachevə qarşı olubdur. Buna baxmayaraq Charles Oliveira həqiqətən də elit bir döyüşçüdür. Son məğlubiyyətlərinə də baxmayaraq. Döyüş barəsində deyim ki, hal-hazırda media İlya Topuria'nın çox rahat bir qələbə qazanacağını çatdırır. Deyirlər ki, birinci və ikinci raundda İlya Topuria möhtəşəm bir nokautla qalib gələcək. Buna səbəb isə Charles Oliveira'nın çənəsinin çox yaxşı olmaması, döyüşlərdə tez-tez knockdowna düşməsi səbəb göstərilir. Mənim şəxsi fikrimə qaldıqda isə İlya Topuria'nın ən çətin döyüşü bu döyüş olacaq. Səbəb, çox səbəblər var. İlk olaraq bir üst çəki dərəcəsində döyüşməsidir. İndiyə kimi 65 çəki dərəcəsində döyüşürdüsə, indi 70'də döyüşür. Bir şey də nəzərinizə çatdırım ki, çəki salma mərasimində adətən döyüşçülər 70 və yaxud 65 kiloqrama düşdükdən sonra döyüş zamanına qədər çəkilərini bərpa edirlər. Bəzi idmançılar var ki, bu çəkini çox sürətli şəkildə bərpa edir. Məsələn, İslam Makhachev döyüş zamanı rəqiblərindən daha böyük görsənməsinə səbəb o döyüş vaxtına qədər 13 kiloqram çəki bərpa edir. Charles Oliveira isə hardasa 8-10 kiloqram çəki bərpa edir. Məhz bu səbəbə görə döyüş zamanı mən İlya Topuria'dansa Charles Oliveira'nın daha yuxarı çəkidə olacağı döyüş vaxtı qənaətindəyəm. Hardasa aralarında 1-2 kiloqram fərq ola bilər. Bu isə döyüşün təbii ki, az da olsa təsirini göstərir. İkinci səbəb isə Charles Oliveira'nın etdiklərinin biraz göz ardı edilməsidir. Onun qələbələrinin göz ardı edilməsidir. Charles Oliveira Dustin Gage üzərində möhtəşəm qələbə qazanıb. Dustin Poirier üzərində möhtəşəm qələbə qazanıb. Və bu hər iki döyüşçü ayaq üstə döyüşü çox üst səviyyədə bacaran döyüşçülərdir. Və çox yaxşı əl və ayaq zərbələri var. Buna baxmayaraq Charles Oliveira bu döyüşləri qələbə ilə yekunlaşdırıb. Ona görə də İlya Topuria ilə döyüşmək məncə onun üçün çox da problem deyil. Ona görə də mən döyüşü 50-50-yə fikirləşirəm. Əgər İlya Topuria'dan bir qələbə gələcəksə, bu erkən bir nokaut olmayacaq. Əgər edə biləcəksə, 4-cü, 5-ci raundlarda bəlkə bunu bacara bilər. Amma döyüş barəsində fikrim döyüşün 5 raund hakim qərarına getməlidir. Yəni bu döyüş həqiqətən də İlya Topuria üçün asan da olmayacaq.
Charles Oliveira isə döyüşü daha çox üçüncülərə aparmağa çalışacaq. Yaxşı bilirsiniz, onun diz zərbələri var. Yaxşı yer oyunu var. Bəlkə də bu görüşdə biz bir submission da görə bilərik. Gecənin ikinci görüşü isə Aleksandra Pantoja və Kai Kara France arasındadır. Aleksandr Pantoja flyweightin dominant çempionudur. Son qələbəsi Kaya Sakura izindən gələn döyüşçüyə qarşı oldu. Kai Kara France isə məncə Pantoja üçün yaxşı bir rəqib deyil. Ona görə də Pantojanın bu döyüşdə qələbə qazanacağı qənaətindəyəm. Baxmayaraq ki, Kai Kara yaxşı əl-ayaq zərbələri var, yaxşı paklayıcı gücü var. Amma yer oyunu yaxşı olan idmançılara, misal üçün Brandon Royvalə qarşı onun məğlubiyyətində görmüşük. Halbuki Pantojanın Brandon Royval qələbəsi var. 2 dəfə onun üzərində qələbə çalıb. Yəni bu döyüşdə mən Pantojanın kəmərini müdafiə etməsi və kəmərini Kai Kara Fransa verməyəcəyi qənaətindəyəm. Pantojadan bir möhtəşəm qələbə görəcək. Növbəti döyüş isə Beneil Dariush və Renato Moicano arasındadır. Hər iki döyüşçü son dövrlərdə məğlubiyyət yaşayıb. Renato Moicano İslam Makhachev məğlubiyyəti var. Birinci raundda İslam Makhachev submissionla məğlub oldu. Beneil Dariushun isə həm Armando Tsarukyan, həm də Charles Oliveira məğlubiyyəti var. Döyüşçülərin döyüş formaları bir-birinə bənzərdir. Bu döyüşü təxmin etmək biraz çətindir, amma mən Beneil Dariushun bu döyüşdə qələbə qazanacağı qənaətindəyəm. Videonun davamını evdə davam elətdirəsi oldum. Növbəti döyüş isə Joshua Van və Brandon Royval döyüşüdür. Joshua Van gənc idmançıdır. Brandon Royval isə artıq 30 yaş üzərindədir. Həqiqətən də Joshua Van ayaqda yaxşı döyüşməyi bacarır. Brandon Royval isə biraz döyüş stilini mən Tony Fergusona bənzədirəm. Əsasən də ayaqda döyüşünü, gözlənilməz zərbələri var. Bu döyüş şəxsən mənim üçün maraqlı. İstəyərdim ki, bu döyüşü Joshua Van qalib gəlsin. Amma görəcəyik. Təcrübə yoxsa gənclik qalib gələcək, hansı qalib gələcək, onu bu döyüşdə görəcəyik. Növbəti döyüş isə Payton Talbot və Felipe Lima döyüşüdür. Payton Talbot UFC-də 2-yə 3 döyüşə çıxıbdır. Son döyüşündə məğlub olubdu. Felipe Lima isə UFC döyüşlərindən rəqiblərindən biri Muhammed Naimov idi və Muhammed Naimov üzərində həqiqətən də möhtəşəm qələbə qazandı. Submission ilə qələbəni göstərişli şəkildə uddu. Döyüş şəxsən iki gənc döyüşçünün bir-birinə mübarizəsidir. Ona görə də mən daha çox mənə maraqlı gələn Felipe Lima'nın döyüşüdür. Yaxın məsafədə Felipe Lima qırışmalarda əsasən özünü göstərə bilir. Zərbə alsa da qarşı tərəfə ciddi şəkildə zərər yetirir. Ayaq üstə keçəcək daha çox döyüşə bənzəyir döyüş. Ona görə də mənim üçün də maraqlıdır. İstəyərdim ki, Felipe Lima bu döyüşdə qələbə qazansın. Döyüşlər haqqında bu qədər dostlar. Sizdən xahişim odur ki, Dəmir Yumruq UFC kanalına abunə olasınız. Daha maraqlı videolarla inşallah sizin qarşınıza gələrəm. Dəmir Yumruq kanalına abunə olun və videoları sona qədər izləyin. Sağ olun, növbəti videoda görüşənədək.